Müsafirat, əl-müsafiratı görək düz gəlir yoxsa yox? Xeyr. Əl-müsafiri kişi cinsindədir. Demək bizə kişi cinsində olan müsafir lazımdır. Bax burada əl-müsafirunə, bax bu musafiruna düz gəlir. 8. Əl-muallimu, kişi cinsinə aid olan müəllim. İndi biz kişi cinsinə aid olan müəllimləri buradan seçsək, əl-muallimunə tamamilə uyğun gəlir müəllimə. Əl-muallimu müəllim, əl-muallimunə isə müəllimlərdir. Keçirik 7-ci tapşırığa. Bəyyin nə'ğil cəm'illəzi təhtəhu, demək, xattun kəmə fil misalit təli. Demək, burada buyurur ki, bəyyin nə'ğil cəm'i, ismin növünü aid edin, təyin edin. Əlləzi təhtəhu xattun, o isim ki altından xət çəkilmişdir. Kəmə fil misali, aşağıdakı verilmiş misallara uyğun olaraq. Məsələn, əl-misalı, nümunə 1. Ən-nəfizətul bəyti məftuhətun. Demək, burada nəfizatun, qadın cinsində verilmiş ismin nəyidir? Cəmidir və bu isim sınıq cəm isminə aiddir. Sınıq cəmdir. Demək, nəvəfizu sınıq cəmdir. Yəni, pəncərələr, evin pəncərələri açıqdır. Sonra, demək, burada qeyd olundu, fikir verirsiniz, cəm'u təksir. Yəni, bu nəvəfizu sınıq cəmə aiddir. İndi baxaq. Yəctəmi'u məclisunnu və bil yəvmə. Demək,